Dəyərli izləyicilərimiz, salam aleyküm. Hər kəsə ekrana yaxın oturun. Mən hardayım? Şəhərin ən gözəl hissələrindən biri olan Tibb Universitetinin yaxınlığı İnqilab ərazisindəyəm. Gördüyünüz kimi sizə belə bir gözəl giriş hissəsi olan bir mənzil təqdim edirəm. Xanımlar üçün belə bir gözəl bəzənmək üçün gördüyünüz kimi güzgü qoyulub, giriş hissəsidir. Döşəmə qranit istipoldur, tam təmir və bütün aksesuarları ilə təmin olunmuş mənzildir. Daxil oluruq, yəni göstərirəm mən sizə. Burada perxoja mebelini belə bir geniş qardırop hissələri var, yəni istədiyiniz əşyaları rahatlıqla yerləşdirə bilərsiniz. Mənzilin yerləşmə ərazisini deyirəm, İnqilab ərazisində yerləşir mənzilimiz. 3 otaqdan ibarət 90 kvadrat müsahibəsi olan tam təmirli bir mənzildir. Niagara restoranının və Olimpik Starın yaxınlığındadır. 16 mərtəbəli çox gözəl bir kompleksin mənzil yerləşir 7-ci mərtəbəsində. Mənzildə təmirdən sonra bir gün belə yaşayışı olmayıb, mən sizə samımızı təqdim elədim, indi də keçirik valideyn yataq otağına. Burada mənzilimizin valideyn yataq otağıdır. Baxın, dəyərli müştərilərimiz, bütün aksesuarlar qoyulub. Yəni, pərdədir, çılçıraqdır, portretlərdir, hamısı qoyulub. Burada deməli, ən müsbət xüsusiyyətlərdən mənim xoşuma gələn, mənzilimizin ön hissəsində, yəni bunu evə qatsaq, həqiqətən heyif olardı bəlkə. Çünki bu eyvan nəyə desəz deyə, bura bir dənə qəşəng daroşka, stul, kofe içməyə baxış da əladır. Gələn müştərilər özləri baxa bilərlər. Bura mənzilimizin gördüyünüz kimi eyvan hissəsidir. Çox genişdir. Burada da mənzilimizin şortski və sərariya və kombi hissəsi yerləşdirilib. Tam təmirli. 16-nın 7-sində 90 kvadratlı sənət kubca, döşəmə parket və qranit istipol olan bir mənzil təqdim edirəm. İnqilab ərazisində Tibb Universitetinin yanı, Niagara restoranı və Olimpik Starın yanında yerləşir. Bura mənzilimizin kiçik yataq otağıdır, yəni uşaqlar üçün nəzərdə tutulmuş otağıdır. Təqdim edeyim sizin üçün. Yəni demək olar ki, mebellər də yığdırılıb, baxa bilərsiniz. Yəni ev sahibi, mənzil sahibi bir-iki mebel də yığdırıb hətta. Baxın, portretinə kimi qoyulub. Yəni sadəcə bir çox, yəni daha doğrusu bəzi mebel və elektronikalarınızı alın, yaşayın. Giriş hissəsi domofon sistemidir. Bütün xəttlər təbii ki, çəkilib və qazdır, sudur, işıqda hamısı 24 saat. Şəhərin ən gözəl hissələrindən biri olan, dəyərli izləyicilərimiz, İnqilab ərazisi. Burada mənzilimizin zal hissəsidir. Bir zala baxın. Salı təqdim edirəm. Gözəl işıqlarla bəzədilmiş trisin, belə bir gözəl çılçıraq və ön hissəsində mənzilimizin mətbəx hissəsi. 3 otaqdan ibarətdir, 2-dən üstə düzəlib, 90 kvadrat sənət kubça, döşəmə parket. Ön hissəsi isə burada məhliyə baxır. Daha doğrusu yola baxır, üzr istəyirəm. Mənzilimiz, bir daha qeyd edirəm, İnqilabda, Tibb Universitetinin yaxınlığında 2-dən 3-ə düzəlmə, 3 otaq 90 kvadrat tam təmirli və təmirdən sonra yaşayış olmayan bir mənzildir, hansı ki, mən sizə təqdim elədim. Mənzilin qiyməti qeyd olunacaq video daxilində. Mənzil haqqında kimin ciddi fikir olursa, qeyd olunan 055 372 09 69 nömrəsinə əlaqə saxlaya bilərlər. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.